Goranboyda sertifikasiya imtahanından kəsilən müəllimlərə qarşı dələduzluq edilib. Lentazın əldə etdiyi məlumata görə 47 yaşlı rayon sakini Salman Qəmbərov xeyli miqdarda dələduzluqda təqsirləndirilir. İttiham aktına görə rayon ərazisindəki orta məktəblərdə ayrı-ayrı fənlərdən dərs keçən 3 müəllim Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından kəsiliblər. Lakin onlara daha bir ildə işləyib, imtahan vermələri üçün şərait yaradılıb. Bu zaman onlar bəzi şəxslərin vasitəsilə Salmanla tanış oldular. Salman onlara növbəti il keçiriləcək sertifikasiya imtahanından 50-dən yuxarı bal yazılacağına dair vəd verib. Bunun üçün hər birindən 9.000 manat olmaqla ümumilikdə 27.000 manat pul alıb. Beləcə Salmana arxayın olub imtahana girən 3 müəllimin ikisi 30-dan yuxarı, biri isə 30-dan aşağı bal toplayıblar. Aldandığını başa düşən müəllimlər polisə müraciət ediblər. Nəticədə Salman Qəmbərov saxlanılıb və barəsində cinayət işi başlanıb. İstintaq zamanı Salman hər 3 müəllimə vurduğu ziyanı tam ödəyib. Zərər çəkənlər ondan şikayətçi olmadıqlarını və onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər. Məhkəmənin qərarı ilə Salman Qəmbərov 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.